tarix hamıya gərəkdir, millətindir. Ha bu dövrdə müəllim olmaq çətindir. Biz həbilə olmamışıq qavaqlar, böyük sözünü indi eşitmir uşaqlar. Hərəsi bir yolu ilə qiymət alırlar, ona görə də dəstə şuluq salırlar. Gördüm beton oqdayın yumşaq oğlu, dərsə qulaq asmayır axmaq oğlu. Dədəsi kimi hər işə qarışandır, qana qanmaz nə gəldi danışandır. Hun qaldırdım əmin dəqiqə ayağa, sonra sual verdim əmin uşağa. Mən axırıncı sözüm nə olubdur, dinən görüm bəz qalasını kim atdı. Dedi müəllim almamışam mən inan, mən oğurluq eləməmişəm heç zaman. Uşaqlar güldü, dərs döndü bardağa, dedim deyəsən abi məni qoyurlağa. Hunla danışa-danışa dərsi qutardım, qulağından tutub öyünə apardım. Qapını döydüm, atası çıxdı qabağıma, ha bu nə zulumdur verirsən uşağıma. Ha buna dedim ay betonun balası, kim tərəfdən alındı bəz qalası. Dedi mən almamışam onu aməlim, ititdisə axtaraq sonra müəllim. Atası dedi cisi özü axtaraq, əgər alıbdısa savaq qaytaraq. Gördüm atası balasından bətərdir, dedim abılarla danışmaq ədərdir. Getdim oradan çatdım başına döngənim, ağsaqqalı önümə çıxdı məhlənim. Dedi müəllim biz tərəfdə xeyr ola, sən axı gələn deyilsən bizim yola. Başıma gələni danışdım ağsaqqala, dedi o qaladan öz ümidu üz bala. Tanıyıram onun dədəsini babasını, daha yuxunda görərsən bəz qalasını. Onun dədəsi Afyor əvəzin oğludur, onlara girən çıxmır, hamısı oğrudur.